1990-1991-ci illərdə baş verən Körfəz müharibəsi zamanı bu avtomobil ilk dəfə geniş auditoriyanın diqqətinə düşür və bu müharibənin televiziya vasitəsilə demək olar ki, canlı yayımlanması nəticəsində insanlar bu maşını hər kadrda görməyə başlayır. Ekranda təkrar-təkrar görünən bu iri silüet güc nəzarət və toxunulmazlıq hissi yaradır və heç kim bunu açıq şəkildə deməsə də nəticə hamı üçün eyni olur. Bu maşın artıq texnika deyil, simvol idi. Amma bu hekayəni daha da maraqlı edən bir detal var. Bu avtomobil satılmırdı. O mülki bazar üçün nəzərdə tutulmamışdı. Heç kim onu ala bilmirdi və məhz buna görə o daha da arzu olunan idi. 1990-cı ildə Oregon ştatında Kindergarten Police, yəni Uşaq bağçası polisi filminin çəkilişi zamanı Arnold Schwarzenegger belə bir hərbi konvoy görür və bu qarşılaşma onun üçün real marağa çevrilir. O maşınları yaxından incəlir, hətta hərbiçilər ona sükan arxasına keçməyə belə icazə verir və növbəti gün Arnold istehsalçıya zəng edərək bu avtomobili almaq istədiyini bildirir. O qəti yox cavabı alır. Amma bu hekayə məhz burada başlayır. Çünki o bu cavabı qəbul etmir. O sadəcə maşın almaq istəmirdi. O bu hissi almaq istəyirdi. Və məhz bu yanaşma hər şey dəyişir. 1992-ci ildə Hammer adı ilə ilk mülki versiya təqdim olunur və sonradan H1 kimi tanınan bu model demək olar ki, dəyişdirilmir. Bu isə o deməkdir ki, bu hərbi maşının birbaşa mülki versiyası idi. Eyni ölçü, eyni kobud dizayn və eyni yüksək yanacaq səviyyəti. Bu avtomobil şəhər üçün uyğun deyildi. Amma insanlar yenə də onu seçdi. Çünki bu seçim məntiqlə yox, hisslərlə edilirdi. Və bu nöqtədən sonra Hammerin hekayəsində ən təhlükəli mərhələ başlayır.